Yaşar Qurbanovla birgə Qətərə konfransa gedən qardaş bunu xəbər verir bizə. Etibarlı yerdəndir, dinində, əxlaqında etibar elədiyimiz qardaşlardandır. Və həmin qardaşı Yaşar Qurbanov Qətərə konfransa aparıb. Və həmin konfransda nəyi görsə yaxşıdır? Həmin konfransda dəhşət, həmin konfransda yəhudilər, xaçpərəslər, sufilər, əşarilər, şiyələr olub. Və heç bir sələfiyə də söz verilməyib orada. Və həmin konferansdan sonra da orada iştirak edən hər bir kəsə pul paylanıb. Və həmin qardaşın dini qeyrəti oyanıb. Həmin qardaşın imanı dilə gəlib. Və deyib ki, ay Yaşar, artıq şeyx, müəllim yoxdur. Deyib ki, ay Yaşar, bəs olarmı belə yerə gəlmək? Belə yerdə oturmaq, belə konferansda iştirak eləmək? O da qayıdıb deyib ki, bunları da dəvət eləməliyik də biz. Bəs bunları kim dəvət edəcək? Necə dəvət gedirsə, heç bir sələfiyə söz verilməyib. Ancaq yəhudilər, xaçpərəslər, əşarilər, sufilər, şiyələr danışıb.